Hazırlaş Gedirik kanalı. Xankəndində. Necədir? Əla, əla. Bəli əzizlərim, artıq biz Xankəndiyə gəlmişik, Xankəndindəyik və mənim arxamda gördüyünüz böyük Xankəndi stadionu yerləşir. Şəhərin mərkəzi hissəsidir bura. Xankəndin içində hər şey var. Baxın ağzına qədər restoranlar da olmaz. Mən Qasımov Əsmər. Nə rahat olmayın, problem deyil. Oy can, adın nədir sənin? Sənə qurban olaram. Burada sıxılma vaxt belə olmur, həqiqətən. Səmimi fikirlərimdir. Belə gənclərimizi görə də çox sevinirəm və bu gənclərimiz bizim Qarabağda yetişirlər, təhsil alırlar. Uğurlar olsun deyirəm. Hazırlaş gedirik. Kamera. Qız. Zəfər abi. Gələcək inşallah Şuşaya, oradan da Bakıya. Yorulmayasan dostum. Sən də sağ ol. Xankəndi gəncləri idman sevərdirlər. Gələcəkdə inşallah təhsilinizi bitirəndən sonra siz ölkəmizdə qalmaq istəyirsiniz, yoxsa digər Avropa ölkələri və ya dünyanın başqa bir yerinə getmək istəyirsiniz? Əslində Gəminin qudisuna. Təəssüf ki, sizin tələbə yoldaşlarım sizi tək qoydular. Bəli, onlar burada. Xankəndi Şuşa mən desəm, məncə elə sənin fikrinə qal. Naqqa balığı yeməyə gedəcək. Neyl çalaya. Heykəlləri qalıb burada, özləri isə yox. Çünki bu torpaqlar Azərbaycana aiddir. 2, 1. 3. Qarabağ Azərbaycandır. Can, bravo. Hazırlaş gedirik. Bu sənə qurban oluram. Çox sağ ol. Dacım, bu nə tüneldir? Bu yolun da, bura açılan Allah koysa oraya gidecek. Bu yoldan. Bir gün Xankəndinə gəlsəniz, mütləq şəhərin mərkəzində yerləşən Zəfər parkımızı ziyarət eləməyi unutmayın. Zəfər parkımızda gördüyünüz kimi böyük bir ağ abidəmiz var, şəhidlərimizin şərəfinə ucaldılmış və əlavə olaraq tam mərkəzi hissənin, orta hissənin daş lövhələrimiz var. Daş lövhələrinin üzərində isə 44 günlük müharibə ərzində bizim şəhidlərimizin, igidlərimizin aldığı torpaqların tarixi və həmən tarixdə, yəni hansı tarixdə hansı torpaqlarımız işğaldan azad olunubdur, onlar qeyd olunubdur. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik, ailələrinə başsağlığı veririk və Allahdan səbir diləyirik. Bəli əzizlərim, artıq biz Xankəndiyə gəlmişik, Xankəndindəyik və mənim arxamda gördüyünüz böyük Xankəndi stadionu yerləşir. Şəhərin mərkəzi hissəsidir bura. Şəhəri gəzməyə gələn insanlar gördüyünüz kimi burada gəlirlər, şəkillər çəkdirirlər. Demək, Xankəndidə küçələrlə yeriyirik, gəzirik. Xankəndi maşallah, yəni Şuşada o qədər də belə coffee shop və yaxud da ki marketlər azdı sayları. Demək olar ki, yəni 1-2 dənə barmaqla sayılacaq qədərdir. Amma burada Xankəndin içində hər şey var. Yəni PlayStation olsun, coffee shopları olsun, yəni dönərxana, restoran, belə şeylər çoxdur. Xankəndində əməlli başlı yəni insanlar var, insanların sayı çoxdur və təbii ki Qarabağ Universiteti də burada olduğu üçün tələbələrin sayının çoxluğu artıq burada restoranların saylarının çoxluğu deməkdir və yaxud da ki, ümumiyyətlə başqa insanların da gəlməyi, ziyarətçilərin də rahat formada gəlib burada restoranlarda oturub yeyib içməkləri rahatlaşır. Restoranlar doludur. Belə. Salam xanımlar, hər vaxtınız xeyir olsun. Xoş oldu sizi görmək. Özünüzü təqdim edə bilərsiniz, zəhmət olmasa. Mən Qasımov Əsmər. Nə rahat olmayın, problem deyil. Mən Qasımov Əsmər.
Mən Haqverdiyeva Gülşən. Əla. Siz şagirdsiniz? Bəli, Bəli. 4 nömrədə təhsil alırıq. Çox gözəl. Neçənci sinif şagirdsiniz? 10-a. Çox sizə uğurlar arzulayıram təhsil həyatınızda. Çox sağ olun. Biz Xankəndiyə gəlmişik və çox maraqlı gəldi bizə. Xankəndi ilə bağlı siz nə deyə bilərsiniz? Nələr danışa bilərsiniz? Yəni Xankəndi ilə danış bitməz. Aha. Gözəlliyi, Öncə təbiəti. həqiqətən şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Və qazilərimizə can sağlığı diləyirəm. Xankəndidə həyat düşündüyümdən daha gözəldir. Həqiqətən təbiəti olsun, burada olan əyləncələri olsun. Dövlətimiz bizim üçün burada hər şey təyin edib, hər şey var. Yəni burada sıxılmağa vaxt belə olmur həqiqətən. Səmimi fikirlərimdir. Məktəbin bizə elədikləri deyim, tez-tez tədbirlər edirlər. Bu gün də bura gəlmə səbəbimiz texnologiya sahəsində qadınlara dəstək idi. Yəni həqiqətən burada sıxılmağa vaxt belə tapmırıq da, yəni hər şey var. Super. Başqa izləyicimizə nə demək istəyirsiniz? Biz bölgələrimizi gəzirik və çəkirik. Digər bölgələrimizdən olan xanımlarımıza nə demək Yəni istəyirsiniz? mənim fikrimcə, əgər Xankəndini gəlib bu gözəlliyini görməyən varsa, mütləq gəlsin. Yəni çox mükəmməl bir yer. Təsəvvür elədiyimizdən belə fərqlidir. Bizə əvvəllər danışırdılar böyüklərimiz. Biz bilmirdik də, tam deyirdik ki, ay getməyəcəyik, beləcəyik. Zaten bura bir dəfə gələndən sonra biz bura öyrəşdik, başladıq bura köçməyə, burada yaşamağa. Neçə il buradasınız? 1 ildir. Maşallah, 1 ildir. Xankəndinə gəlsək, ilk növbədə gəzəcəyimiz, görəcəyimiz yer hara məsləhət görürsünüz? İlk öncə Qarabağ təzə isə Universiteti. Qarabağ Zəfər Universiteti arxamızdadır. abidəsi çox möhtəşəmdir həqiqətən. Söz Yəni tapa Zəfər bilmirəm. abidəsinə çıxanda bütün Xankəndini və ətrafı görmək olur da. Hazırlaş gedirik. Çox sağ olun, minnətdaram xanımlar. Təşəkkür edirəm. Burada bir tədbir var idi. Tədbirlə də bağlı informasiya verdilər. Tez-tez belə tədbirlər keçirilir. Belə İnşallah Xankəndində Hoccan, adın nədir sənin? Sənə qurban olaram. Adı Əsnaddır, maşallah. Efrin, Allah sağ olsun. Bir də çox şirindir maşallah. 17 idi deyə. Belə. Bu da bax. Allah. Ya burada. çox sevindi dışarı görmənə deyəsən. Adil mən çək zəhmət olmasa. Belə deyir ilk öncə Qarabağ Mən panda bölümü Universiteti. Gülşən deyir. istəyirəm, satıcıyam. Aa, kamera. Qız. Zəfər abidə. Mikrofonumuz qalmışdı, qızımızı da götürdüm gəldim. İncə qızlarımızla intervyu götürmək üçün mikrofonu vermişəm. Yaddan çıxırdı, baş qarşı olub, qızlarla bir yerdə gedibdi bizim mikrofonumuz. Sonra da bir də video çəkirəm, indi o videonu da qoyacağam bura. Video çəkirəm, baxıram ki, sonradan xanımların səsindən mənim sözüm qarışıb mikrofon olduğu üçün. Bu arada qəşəng mikrofondur, 300 metr məsafəyə qədər tutur. Bunu da reklam edək. Salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Necəsiniz? Özünüzü necə hiss edirsiniz? Çox yaxşısınız, necəsiniz? Çox sağ olun, minnətdaram. Siz neçənci kurs tələbəsisiniz? Mən Biznes və İqtisadiyyat Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Allah, super. Uğurlar arzulayıram sizə Çox təhsil sağ olun, həyatınızda. təşəkkürlər. Necədir Xankəndində həyat? Özünüzü necə hiss edirsiniz burada? Xankənddə həyat çox yaxşıdır, günü-gündən dirçəlir və biz də Qarabağ Universitetinin tələbələri olaraq Xankəndin dirçəlməsində çox yaxından iştirak edirik və nəinki Xankəndi, bütün Qarabağa töhfə verməyə çalışırıq və bu yolda inamla irəliləyirik. Əhsən sizə. Həqiqətən də çox gözəl fikirlərinizi ifadə edirsiniz və sizi kimi gəncləri görəndə bizim gələcəyimizə ümidlərimiz daha da artır. Çox sağ olun, təşəkkür. Siz sağ olun. Universitetinizlə bağlı sizdə şərait necədir? Kitabxanalarınız və ya da kafeteriyalarınız? Biz Biznes və İqtisadiyyat Fakültəsində təhsil alırıq və demək olar ki, 2-ci semestrdən etibarən biz yeni fakültəmizin yeni binasında təhsil almağa başlamışıq. Universitetimizin şəraiti çox yaxşıdır və günü-gündən universitetimizin strateji planları genişlənir və bu yolda universitetimizin bir sıra uğurları var. Həm tələbələr, həm müəllimlər tərəfindən universitetimiz demək olar ki, günü-gündən dirçəlir və bütün şəraitlərdən demək olar ki, razıyıq. Kitabxanamız və digər sosial fəaliyyətlər üçün yerlər var ki, məsəl üçün yataqxanada yerlər yaradılır ki, bununla bağlı biz həm Xankəndidə sıxılmayaq, həm tələbə həyatımız xoş keçsin. Bu qədər. Əlasınız. Bir də belə bir sual verim, axırıncı sualımı verim sizə. Gələcəkdə inşallah təhsilinizi bitirəndən sonra siz ölkəmizdə qalmaq istəyirsiniz, yoxsa digər Avropa ölkələri və ya dünyanın başqa bir yerinə getmək istəyirsiniz? Əslində belə düşünürəm ki, xaricdə təhsil də önəmlidir, amma təbii ki, Qarabağın qurulmasına yaxından iştirak etdiyimiz üçün gələcəkdə Qarabağla bağlı da iş həyatında planlarımız vardır. İnşallah. Sizə bir daha uğurlar arzulayıram. Çox sağ olun. Və amma təəssüf ki, sizin tələbə yoldaşlarınız sizi tək qoydular. Bəli, onlar burdadır. Çox sağ olun. Çox sağ olun.
Bu gün şənbə günü olduğu üçün hər yerdə, bütün universitetlərdə tətil olduğu kimi Qarabağ Universiteti də tətildir. Həmişə kimi yenə də düzgün vaxtı seçməmişəm gəlmək üçün, amma təəssüf ki, bu vaxt problemini hələ ki aradan qaldıra bilmirəm. Qarabağ Universitetinin nəzdində kitabxana, kafeteriyaları və tələbələrin burada rahat formada təhsil almaq üçün, dincəlmək, istirahət eləmək üçün hər cür şərait yaradılıbdır dövlət tərəfindən. Çox təəssüf ki, çəkiliş eləyə bilmədik içəridən, çünki icazə almaq lazım idi və bu gün də icazə alacağımız şəxs hal-hazırda universitetdə olmadığı üçün qaldı. Ümumi götürsək Xankəndini, Xankəndində yaşam həqiqətən də axır gedir. Bakıdan heç bir fərqi yoxdur. Belə deyim ki, yəni gəlib burada rahat yaşaya bilərsiniz. Burada hər şey var. Oyun zalları, publar, kafeteriyalar, restoranlar, hər şey demək olar ki var burada. Yəni Bakıdan heç bir fərqi yoxdur. Xankənddə hal-hazırda insanların sayı az olmağına baxmayaraq həyat burada çox gözəl gedir, davam edir və çox sürətli axır. Belə Xankəndlə bağlı çəkilişimizi burada yekunlaşdırmırıq. Niyə? Çünki bir dənə də aşağı tərəfdə olmalıdır. Nənə Baba heykəlidir, səhv eləmirəmsə, ermənilərin heykəlləri. O abdən də bir dənə gedib çəkilişini eləyəndən sonra artıq yavaş-yavaş gedəcəyik inşallah Şuşaya, oradan da Bakıya. Yorulmayasan dostum. Sən də sağ ol. Xankəndi gəncləri idman sevərdilər. Ancaq gəlirdi, həqiqətən. Efiş, öpürəm sən. Gəminin qudisine. Bir fikir bildirim mən, bir rəy bildirmək istəyirəm. Bizim xanımlarımızın biri 10-cu sinif şagirdi idi. Biri isə demək birinci kursuydu, yoxsa ikinci kursu yadımdan çıxdı. Tələbə idi. Təsəvvür edin ki, mən düşünməzdim ki, yəni belə çox axıcı öz fikirlərini, çox qəşəng yəni fikirlərini bildirdilər. Çox axıcı formada, çox belə rahat, səlist. Həqiqətən də belə gənclərimizi görəndə çox sevinirəm. Və bu gənclərimiz bizim Qarabağda yetişirlər, təhsil alırlar. Uğurlar olsun deyirəm. Həqiqətən də supersiz. Qəmbər bəy, Xankəndi yoxsa Şuşa? Yəni ən azından hər ikisində görmüsünüz, gəzmisiniz. Mənə görə Adil bəy, mənə görə ikisinin də öz yeri var. Ayrı-ayrı yeri var da. Şuşanın havasına görə çox sevirəm Şuşanı. Amma ki, Xankəndini belə hərəkətli olmağına görə də çox Diviziyadadır. belə desək, diviziyanisi çoxdur. Amma Şuşanın havasının yerini heç bir rayon verməz. Yəni artıq biz Şuşada mənzərə restoranında bir il neçə aydır çoxdur işləyirik də, yəni. Hər fəslini görmüşük, hər gözəlliyini görmüşük Şuşanın. Amma Şuşanın yerini məncə heç bir rayon verməz. Düzdür, ayrı seçkilik eləmək lazım deyil, hər rayonun öz yeri var. Amma Şuşa tam başqadır da, başqa bir yerdir. Qarabağın tacıdır həqiqətən Şuşa. İnşallah qismət olar. Gəlməyən insanlar, gəlməyən necə deyim, vətəndaşlar da gəlib görə bilər. Rahat bir şəkildə. Və əsas məsələdə necə gələ bilərsiniz? Biletimə daxil olaraq oradan onlayn şəkildə bilet alsınız. Avtovağzaldan gəlirsiniz. Onlayn aldığınız üçün 5 gün ərzində sizə elə bir ki, onlayn icazə verilir. Portaldan elə bir icazə almaq olur. Miniç vasitəsi ilə gələndə isə avtomobilin qeydiyyatı keçirsən, nömrəsini qeydiyyatdan keçirsən, nömrəsini. Xankəndi Şuşa mən desəm, məncə elə sənin fikrinə qatılıram da, yəni eyni şeydir. Qarabağ Universitetindən çıxan kimi sol tərəfə dönürsünüz, aşağı gəlirsiniz 500-600 metr məsafədən sonra yolun sol tərəfində baxın, belə bizim heykəlimiz, Nənə Baba heykəli qabağımıza çıxır. İndi gedəcəyik, ora haqqında biraz informasiya veririk, sonra nə edirik? Yekunlaşdırırıq videomuzu. Belə bu abidəyə qalxmaq üçün belə pilləkən var. Pilləkənlə qalxırıq. Bəli, Qarabağ ərazisində ən çox gəlib şəkil çəkilən yerlərdən biri də Nənə Baba heykəlidir. Buna yerli əhali ermənilər Tatik Papik deyirdilər. Bu adla tanınırdı. 1967-ci ildə erməni heykəltaraş Sarkis Baqdasaryan tərəfindən burada inşa olunubdu. Və bu heykəl ingilis dilində daha çox ermənilər arasında belə tanınır. We are our mountains. Yəni ki, biz dağlarıq və yaxud da biz dağların özüyük. Ermənilərin bu torpaqlara bağlılığının, ermənilərin bu torpaqlara aid olmağının simvol olaraq belə bir heykəl düzəldiblər. Bəli, üstündə də hər cür yazı yazılıbdır. Pasifiko, daim güllətərdir. Yəni Xankəndinə gəlsəz, gəlib buraları da ziyarət eləyə bilərsiniz. İndi isə həqiqət budur ki, heykəlləri qalıb burada, özləri isə yoxdur. Çünki bu torpaqlar Azərbaycana aiddir.
Gəzirik, həm də dostlarımız üçün şar düzəldirik Xankəndində. Qadan alsın əmin sənin. Gəl bir dənə bunu da düzəldək. Ver. Əsma nə qəşəng duzu var. Gəl Adil bunu da verək. Bax, bu ki birinci bacıya verək. Birinci xanım var. Əsma bu sənin. Bu da sənin. Uşaqlar 3 2 1 deyəndə nə deyirik? Qarabağ Azərbaycandır. Eləmi? Getdik. 3 2 1. 3 2 1. Qarabağ Azərbaycandır. Bu sizə qurban olaram mən. Ax. Allah saxlasın. Hazırlaş gedirik. Bu sənə qurban olaram. Çox sağ ol. Bəli, beləliklə Xankəndi videosunda sonuna gəldik. İnşallah Qarabağımızın digər ərazilərində, digər şəhərlərində, ölkəmizin digər şəhərlərində, bölgələrində görüşənə qədər. Öpürəm, özünüzdən müğayət olun. Baxın, videomuzun altında şərh yazmağı unutmayın. Bu bizim üçün çox önəmlidir, mənim üçün çox önəmlidir. Çünki siz şərh yazanda artıq alqoritm bizi başqa insanların da qabağına çıxardır. Bəyənməyi və abunə olmağı unutmayın kanalımıza. Sizi çox istəyirəm, özünüzdən müğayət olun və hər zaman vətən sevgisi ilə qalın.